yad edir, ziyarət edir, ruhlarına dua edir. Xocalı şəhidlərlə bərabər həm 1-ci Qarabağ müharibəsi, həm 2-ci Qarabağ müharibə şəhidləri yad olunur. Onların ruhlarına dualar edilir. Bugün təsadüfdənmi, qismətdənmi 26 fevral bizim igidlərimizdən, qəhrəmanlarımızdan, fatihlərimizdən biri Cəbizadə Əbil Qadiroğlu'nun doğum günüdür, mövlud günüdür. Bəlkə də o gün dünyaya gəlməsi, onun elə bu mərtəbə yüksəlməsi üçün ilkin bir qığılcım olub, işıq olub, nur olub. Bugün biz bu qəhrəmanımızın, igidimizin mövludunu məhz Xocalı şəhidlərinin anım günündə qeyd edirik. Şəhidimizə deyirik ki, sağ olsun ki, Əbil və Əbil kimi bütün şəhidlərimiz Xocalının intiqamını aldılar, Xocalı şəhidlərinin intiqamını aldılar, 1-ci Qarabağ müharibə şəhidlərinin intiqamını aldılar. Sağ olsunlar, onların, sizlərin, həm Əbilin valideynləri, həm siz valideynlərin qarşısına baş əyirik, şəhidlərin ruhu qarşısına baş əyirik. Bayaq Hacı Əhməd qardaşımız Abdullahın atası qeyd elədi, Ramazan ayıdır, dualar qəbul olan aydır. Məşəqqətli ay da olsa, çətin ay da olsa, Allah Teala bu ayı mənim ayım deyil. İlki mövludu bizim şəhidimizin Ramazan ayına düşür. Cümə axşamıdır, dualar qəbul olunan axşamlardır, gecələrdir. Allah burada edilən duaları qəbul edir, bura gələn insanların ziyarətini qəbul edir. Çünki bura artıq bu xalqın müqəddəs bir yeridir, mübarək bir yeridir, and yeridir, inam yeridir. Mən hər dəfə danışıram, mənim yanıma çox insanlar gəlirlər məscidə. Bəlkə də neçə insan deyir ki, hacı mən getdim filan şəhidi təvəssül elədim, ziyarət elədim, öz hacətimi aldım, duam qəbul oldu. Hətta xəstəm vardı, sağaldı, övladım olmurdu, övladım oldu. Bu kimi bu şəhidlər bu məqama, bu gücə, enerjiya maliklər. Çünki Allah buyurur ki, şəhid ölməyim, şəhidə ölü deməyin, şəhid diridir, şəhid Allahın yanındadır, Allahın qatındadır. Və Allah Teala şəhidə bir imtiyaz verir ki, şəhidlər hacətlər qapısıdır. İnsanlar o qapıya gedərlər, öz hacətlərini, dualarını alırlar. Və bugün Azərbaycanda neçə insanlar, ailələr gəlirlər şəhidlərin ziyarətinə və öz hacətlərini alırlar. Biz də inşallah bura bugün ziyarətə gəlmişik. Allah bu ziyarətimizi qəbul eyləsin. Allah şəhidimizin cənnətdə mövludda olan mövludunu, ad gününü, doğum gününü mübarək eyləsin. Əbil bizim o şəhidlərimizdəndir ki, həm oxuduğu məktəbdə, həm oxuduğu universitetdə, xidmət elədiyi əskərlikdə çox layiqli, tərbiyəli, nümunəvi bir əskər olub, zabit olub, şagird olub və ən önəmlisi ailədə, atasının, anasının yanında onların dililərindən belə məlum olur ki, Əbil həm də evdə çox tərbiyəli, nümunəvi, əxlaqlı bir övlad olub. Övlad kimi gözəl övlad olub. Bütün övladlar gözəl olublar. Atası həmişə danışır, Əbil heç bir dəfə də olsun səsini mənim səsimdən uca qaldırmadı, cavab vermədi, ayaqlarını evdə uzatmazdı, bəli xeyirlə danışardı, yəni o qədər nümunəvi olub. Və bizim şəhidlərimiz hamısı belə, onların valideynlərindən soruşanda belə nümunəvi şəhidlər olublar. Bunlar artıq qəhrəmanlardır, igidlərdir. Biz bugün Xocalının ananda deyirik ki, Xocalı şəhidlərinin intiqamı alındı. Bu şəhidlərimizin adı Azərbaycanın ən yeni tarixinə bunlar öz qanları ilə, qızıl hərflərlə yazılar. Bizim heç xəyalımıza gəlməzdi, yuxumuza gəlməzdi ki, biz Xocalını azad edə bilərik. Necə azad edəcəyik? Bax, bu qəhrəmanlar, bu igidlər Xocalını, Şuşanı, Xankəndini, Qarabağımızı hamısını azad etdilər. Xalq, millət kimi, bir yumruq kimi ölkə rəhbərinin ətrafında birləşdik. Bugün hər bir peşə sahibi bu şəhidlərə borcludur. Bunları böyüdüb, boya başa çatdıran valideynlərə borcludur. Allah rəhmət eləsin, Allah səbir versin. Bugün müxtəlif insanlar şəhid analarla bərabər, peşə sahiblərlə bərabər burada iştirak edirlər. Bizim Sumqayıtımızın da generalımız Mahkum müəllim buradadır. O digər idara məqsəd rəhbərləri buradadır. Onun tələbə yoldaşları buradadır, onun məktəb yoldaşları buradadır, qonşular buradadır. Əlbəttə ki, sadalamaqla qurtarmaz. Şəhid daim yad olunur, ziyarət olunur, zikr olunur, insanların yaddaşında, xatirəsində əbədi yaşayır. Allah